adam bu qədər məşq eləyər. Toranası da yok, ama bokka da yok. Benim elədiyim proyekti indiyana qədər eləyir. Sizin öz fantaziyavız olsun da. Zaporujs'da sürmüşüm. Ben maşınla adama hürmet eləmirəm. Ну не может быть такое. Əgər sənin əlində mikrofon var, sən ömür billah qabadayı olmuyor. Mənəm nömrə 1-lər, 2-lər, 3-lər, 5-lər deyənlər acından ölürsün. Otururlar, iş yoktu. Ay ne oldu? Ay işim. Bozbaş sözü yoxdur. O quraqdan belə Producer istehsalçıdır, to produce. Mən Anar Mədətov. Ömür billah maaşı işləməmişim. Sizin 46 yaşınız var. Mənim müğənnim olmalıdır, hamısından əl çatmaz. Mahir özünə görə mahir olur. O insanlar ki, o kimdir indi özləri gəlirlər ki, qardaş necə sən nə var, nə yox, yəni həyat. Manış civi. Bunlar başa düşürlər ki, muzikant dilidir bu. Elitarla oxuyan olmur. Marka geyinməklə sən elitarla adam olmursan. Və onların özünə də dedim ki, çoxsuz siz bizim mahnıları çalırsınız və anonim yazırsınız. Bu hamısı bizim xalq və bəstəkar mahnılarımızdır. Bizdən yaxşı millət yox. Birazdan biz New York'tan dala qalmayacağıq. Prodüser yox da eləyə bilər müğənnini. O ailə problemlərini gətirib ortalığa qoyanda onu öz yerinə qoyur. Vallahi bezib bu cəmaat. 10 milyonluq təbrik edirəm. Show biznesə gəlmək istəyirsinizsə, ünvanınızı düz seçin. Oy oy. Oğlum. Rufat, Salam ana. mən sizin verişinizdə olmalıydım. Bəli, bəli. Adam bu qədər məşq eləyər. Biraz gecikdim. Əslində hava elə gözəldi ki. Nə bilim, Okey. Verişimiz uğurlu olsun. İnşallah. Sovet döneminde bir tane böyle bir sal var idi. Toranası da yok, ama bokpa da yok. Kim tez durur, ona ruzunu Allah verir. Tez durmaq lazım. Mən özüm də sınamışam özümdə. Elə olub ki 12-yə 1-ə qədər yatmışam, günüm belə keçib 0. Məsələlər indi dururam da nəsə məşq edirəm. Deyim ki, profesional idmançıyam, yox. Yəni profesional idmançı O deyiləm. quraqdan belə Sadəcə özüm üçün eləyirəm ki, yəni indi bilirsiniz ki, idman eləməsən, idman eləməklə adam özünün ömrünü uzadır. Hərdən bir bu xaricə gedəndə, hər dəfə xarici pasportumu verəndə tez-tez baxırlar. Deyirəm, nəsə problem var, niyə belə baxırsınız? Deyir ki, siz bu oğlansınız. Deyirəm, bəli, mənəm. Ну как? Похож? Извините. Ruslar deyir, Naliqa, Meşkova, paxoş. Belə nəsə, belə mırtdan keçmək olur. Elə olur ki, axırıncı payeskada yapışdı ki, yəni bu sən deyilsən də. Dedim, valla mənəm. Baxdı, getdi, bir 20 dəqiqə oturdu, təzdən çağırdı. Dedi, sizin 46 yaşınız var. Dedim, valla 46 yaşım var da. Gene de baxdı, belə. Ну не может быть такое, belə eləyəndə. Dedim, klinos. Axırda gördüm ki, baxdı, hər şey soruşdu. Belə yaxşı qalmışsın. Yox, vallahi düz deyir. Sən biləm ki, iş gün geç qurtarır, o işlə bağlı, yəni şovlarla bağlı, yəni konsertlərlə bağlı. O gec gəliblə səhər necə dura bilirsən? Yəni ki, o səhər istər-istəməz yuxu vaxtı var. Yuxuda minimum olmasın. 8 saat olmalıdır. Da, Amma elə olur ki, 8 saat da olmasa, 8 saatım da olmasa, bacarıram bir təhər elə eləmək ki, 6 saat yatım. Ya da gündüz məşqə gəlirəm, burada belə bir otaq var, istirahət otağı. 1-2 saat orada yatıram. Bacarsam. Bacarmayanda da bir təhər günümü keçirtməliyəm. Nəsə çay, kofe
efirlər olur, efirə gedirik, müğənnini aparırsan efirə, elə olur ki, iş adamları ilə görüşürsən, toy, düyün danışırsan. Necə də olsa sən bilirsən ki, bizdə mentalitetdə var, belə gələndə adamın bir təhər baxırlar, həmişə bir səliqəli olmalısan, saçın, paltarın, formada olmalısan ki, cəmaat desin ki, hə, bu Anar Mədətovdur, yəni insan gəlib bura, hə, görək nə deyir, nə təklif eləyəcək, başa düşməlidir, dinləməlidir bizi. Yuxulu gəlib ağzı ayrı-ayrı yox. Yəni oturum görüm bu klient nə deyəcək, mən də ona hə deyim ki, nədir, 100-200 manat pul qazanım. Elə bir yox. Mən ömür billah harasa bir gedəndə öz təklifimi bildirmişəm. Hər dəfə də bir şey toyunda, nə bilim, konsertində mi deyim, hansısa bir tədbirdə, ya seçki bir kampaniyası, hər dəfə bir yeni bir şeylər, layihələr təqdim eləmişim ki, maraqlı olsun. O show biznesa gəlişin, yəni bu ixtisası seçməyin və bildiyimə görə 2 dənə ali təhsilim var və ali təhsillər deyəsən başqa sahələrdə. Humanitar ali təhsillərdir. Bakı Dövlət Tarix Şərqşünaslıq Fakültəsi, Ərəb, Şunas. Elə oldu ki, tez-tez xaricə gedirdim. Bir gün nəsə Varşavanın özündə bir dükana girdim, musiqi alətlərinin dükanına. Elə oldu ki, gördüm səs gəlir. Musiqi səsi, amma heç kim çalmır. Dedim ki, bura nədir? Bir təhər Loru dilində başa saldılar mənə ki, bura studiyada var, istəyirsən gəl bax. Girdim, baxdım, çöndüm, gördüm, həqiqətən də çox gözəl bir şeydir. Dedim, mən də istəyərəm qrup yaradam, belə eləyəm. Ancaq ondan qabaq qrup nələ fikir yox idi. Sadəcə oranı gördün, sonradan yarandı. Aktiv idim, universitetdə aktiv fəaliyyət göstərirdim. Amma nəsə Bakıya gəldim, başladım qrup yaratmağa ki, sastav yığmağa ki, qrup yaradım. Elə oldu, narxozdan uşaqlar tapdıq, Himfakdan tapdıq, Biafakdan. Oxuyana gəlib çatanda dedilər, bir oğlan var, bizdən bir kurs aşağı idi. Xoşbəxt Abdullayev, Axan Abdullayev, rəhmətli Axan Abdullayevin oğlu idi. Dedilər, o çox gözəl oxuyur, gəl qulaq, bufetlərdən biri oxuyur. Girdik, gördük, oğlan, doğrudan həqiqətən gözəl oxuyurdu. Gəldim, dedim ki, mən qrup yaratmaq istəyirəm, istəyirsən, oxuyasan orada. Dedi, hə, qardaş, olar. Və başladıq. Sastav yığdıq, kimlə bacarırdı, atışırdıq, aranjrovkalar eləyirdik və başladıq işləməyə. Biraz çətin də olsa, amma sıfırdan başladıq. İlk dəfə bizi böyük səhnəyə çıxartdı, o vaxt Qorxmaz 50 var idi, showman. Alma almaya bənzər bir proyekti var idi, Pol 300-in bir ayrı bir proyekti var idi. Qorxmaz 50 show gedir. Elə oldu ki, Yaşıl Teatrda ilk dəfə səhnəyə çıx, gəldi bizi qulaq asdı, bəyəndi. Dedi ki, gəlin, hər dəfə mənim bütün konsertlərimdə iştirak eləyəsiniz. Gəldi, iştirak elədi, Polimeni başladı cəmaat bizi tanımağa. Sonra elə oldu ki, bir gün zəng vurdular ki, var bir insan, bankdır, istəyir bizə pul qoysun və bizim konsertimizi eləsin. Gəldik, Araz adında bir cavan oğlan idi. Gəldik, görüşdük oyla, dedi ki, mən sizin konsertinizi eləyəcəm, əyin başınızı, hər bir şeyinizi alacam, ay-bayı da maaşınızı verəcəm. Siz də belə qazandığınızdan bu xeyrimi mən götürəcəm. Dedi, okey. Konsertimiz ilk dəfə sarayda oldu. Böyük səhnə, İmkan qrupunun səhnəsi, Respublika sarayı. Konsertin də rejissoru Oktay Zülfüqarovun qızı, Leyla Zülfüqarova idi. Gördü ki, mən belə çox hərəkətliyəm. Gəldi, bu cavan oğlum, bəlkə sən problayasan, həm konsertimizin də aparıcısı olasan. Belə qaldım. Nə bilim, probladıq, belə getdi. İlk dəfə səhnədə həm aparıcılıq elədim, həm də muzikant kimi idim. Belə başladı bizim show biznesimiz. Yəni artıq bizi tanıyırdılar, İlk addımlar oradan başladı. Bəli. Bir layihə eləmişdik ki, bütün dünyada nə gözəl qadınlar olub ha. Kleopatrasından tutmuş, Natavanından, hamısı gözəl olub, amma o birisi tərəfində göstərmişik ki, gözəl də olub, amma bədbaxt da olublar. Allah Taala bir ruzu, bərəkət də verib, gözəlliyi də verib, amma o birisi tərəfini də göstərmiş, amma bir simada. Yəni elə bir Nainə İbrahimova bunların hamısının öz simasında təqdim. Natavanı da o eləmişdi, Qrimda, Kleopatranı da onun şəklində cəmaata göstərmişdi. Yəni gözəl bir proyekt idi və bu proyekti biz cəmaata göstərəndə hamı baxırdı ki, bu necə show biznes ara, prodüsera belə bir şey. Mən həmişə deyirdim ki, şu prodüser o deyil ki, cəmaatın sumkasını daşısın. Prodüser istehsalçıdır, to produce. Prodüser o demək deyil ki, bir növrədən də götürüb istehsal edə bilər. Prodüser ulduzu da ulduzdan da çox eləyə bilər. Prodüser bir növrədən də götürüb populyar eləyə bilər. Prodüser yox da eləyə bilər müğənnini, bədbaxt da eləyə bilər. Yəni istehsalı saxlaya bilər. Yəni prodüser sözün bizdən şey eləmirlər. Bizdə köməkçisən,
Desən prodüsersən. Ona görə hərdən bir deyəndə mən deyirəm Anar Mədətov danışanda görürəm ki, bu cəmaət başa düşür. Hə, prodüser kimi. Yəni pul qoymuşam vaxtı ikən. Həmişə də özümü, markasın, adımı, brendi saxlamağı sevirəm. Elə olub ki, Mədətovlar, yəni hə, Şərur rayonunun Qarabağlar kəndi, Akademik Qaraş Mədətov, hə, bu akademik kimi bir sima kimi qalmışdı Naxçıvanın tarixini yazan. Amma mən Anar Mədətov, necə deyərlər, 90-cı illərdən sonra bu familiyanı balaca bir brenda çevirdim. Yəni, qrup yaratmaqla, radioda sadəcə Anar Mədətov çalışmaqla, elə olur ki, artıq Anar Mədətov prodüserə gəlmək və show biznesdə özünün nəsə bir balaca da bir möhürün qoymaqla, başa düşürsünüz, və o ilə o möhürləri təsdiq eləməklə fikir verirsən ki, o insanlar ki, o kimdir, indi özləri gəlirlər ki, qardaş, necəsən, nə var, nə yox, yəni həyat. Bir gün dostumun biri zəng vurdu ki, bir radio açılıb Sara adında, bəlkə gedəsən ora. Dedim, mənim orada tanışım yox, deyir, yox, bəyəniblər səni, səsini, gəl bir dənə problasınlar da, baxıblar konsertdə sən aparıcılıq eləmirsən, gəldim, Radio Saraya, dedim, Sara FM 104, bəyəndilər. Deyirlər, qalsın və başladım DJ kimi. İlk dəfə bir Ceyran xanım var idi, Ceyran aparıcı, elə ASTV-də bizim çalışan Ceyran xanım. Bir mən idim. Saradan sonra bir müddət bir qara bir palasa getdi. İşləmək istəmədim, bir şey olmadı. Axşamlar DJ kimi çalışırdım. Axşamlar DJ kimi çalışırdım. Diskotekalar eləyirdim belə də, maraqlı şey, cəmaat gəlirdi. Sonra nəsə beynim fırlandı, dedi, əskəriyə getmək istəyirəm. Əskəriyə getdim. Hətta o günlər yadıma düşürdü ki, yaxşı ailədən idim, hər bir şey, həmişə də pulum var idi, maşınım var idi, istirahət yerində. Rəhmətli daim yadıma düşürdü ki, nətər olurdu, mənə götürüb restoranda işlədirdi, öyrədirdi, ya da gəlib deyirdi, Stayankada pul qazanmaq istəyirsən, pulun cibində olsun, gəl axşamlar yu, heç kim bilməyəcək, pul qazan. Gedəndə də institutda bilirdim ki, cibində pulum var. Yəni, pul qazanmağı mən uşaqlıqdan öyrədirdilər. Pula ehtiyacım da olmasa, yəni kırım, artıq olub, ömür billah məndə, nə bilim, kavarnası olub, Balqariya olub, Rumıniya, bütün dövlətləri görmüşəm də, Sovet o dönəmin xaricini görmüşəm. Sadəcə daim bilirdi ki, yəni bu axırda deyir, bu uşaq qudurmasın. Əziyyət bilsin. Daim öyrədirdi, həm bu işlərə, həm başladı bu demokratiya düşən vaxtları 90-cı illərdə başladı alveri mənə öyrətməyə. Ki, get, bunu gətirək, bunu elə, belə bir şey. Mən həmişə pul qazanmışam. Mən hər dəfə deyirlər ki, ay belə, ay elə demişəm, mən ömür billah utanmamışam heç bir işdən. Məndən sonra Mədətov möhürün qoyan olub Mahir Mədətov. O necə oldu ki, futbola getdi, yəni ki, sən tərəfdən o, yəni ki, futbola getdi, yəni ki, özün aparıb qoydun, yoxsa özünün fikri var idi? Futbola Mahiri yazdırdı mənim mamam. Rayona gedəndə tez-tez Obsi nənəsi aparırdı, xahiş eləyirdi. Çünki Obsi elə bil dayısı uşaqları Simurgun o dublyorunda nəsə oynamaq istəyirdilər, alınmadı nəsə. Mahir də ağlayırdı, uşaq idi ki, mən də istəyirəm. Bunlarda biraz egoizm olduğuna görə bunu qoyurdular, qaçırdılar, özləri gedirdilər. Elə oldu ki, Bakıya gələndə, amma Mahirin həvəsi var idi. Mahir məhəllədə oynayanda hamı gözləyirdi ki, 5 yaşı da olsa çağırırlar, Mahir gəldi, böyük uşaqlar ki, gəl oyna. Elə oldu ki, mamam getdi, onu yazdırdı vətənə. Heç bizim evdə xəbərimiz yox idi. Vətənə yazdırdı, Elçin müəllim məşq eləyirdi. Bir də gördük ki, Mahir futbolla oynayır. Mənim belə futbola böyük həvəsim olmayıb. Heç kimin həvəsi olmayıb da. Yəni, futbolist bizdə nəsildə olmayıb. Alim olub, nə bilim, müəllim olub, polis olub, amma futbolist olmayıb. Öyle oldu ki, Mahir yazıldı ora, getdik, gəldik, müəllimdən soruşduq, dedi ki, yox, qəşəngdir, belədir. Birdən ayıldıq ki, Mahiri vətən komandasından Bakıya aldılar, gətirdilər. Öyle oldu, Bakıda başladı oynamağa. Bakıda orada Nürəddin müəllim var, Kameri müəllim var idi, texniki direktor var idi, Balqar idi. Yüksəl Hoca var idi, o vaxt Türk ekipi də var idi. Nürəddin müəllim həmişə deyirdi ki, Mahir böyük futbolist olacaq, mən inanıram. Yəni gələcəyi var. Biraz nənəsinə bağlı adamı idi. Xaricdə da gedəndə görürdün ki, ağlayırdı ki, nənəm. Mən mamamı çox istəyirdim, mamamın adını qoymuşam Mahir. Elə oldu ki, Mahir böyüdükcə elə olurdu ki, bu nənəyə bağlantı
biz da başa sala bilmirdik ki, Mahir nənəni göndərə bilmərik, nənə alim adamdır, hər dəfə onu belə axırda Türk bir dənə Yüksel Hoca var idi, baş trenerlardan biri idi, dedi ki, ya nənə ya futbol. Qışqırdı üstünə, dedi davay otur maşına, oturdu avtobusa, onlar getdilər Gürcüstana, Zbora. Neçə yaşı var idi? Uşaq idi. 12, 13. 7-8 yaşı var idi. Sonra Mahir Bakıda elə oldu ki, Mahiri göndərdilər akademiyalara, xarici akademiyasına, atletikanın, sonra göndərdilər Mahiri Lansa. Bir il Mahir Lansda oynadı. Lansdan sonra elə oldu ki, Bakıya genə də qayıdı. Bakının Asnavnoy komandasında oynayırdı Mahir 15 yaşında. Elə oldu ki, sonra bilirsiniz Bakı komandanın durumu. Yəni mən genə də amma deyirəm ki, Bakı komandasının sahibi Hafiz Məmmədova indidən buradan da genə də təşəkkürümü bildirmək istəyirəm ki, yəni sırf uşaq məktəbi yaratmışdı və Mahir o uşaq məktəbinə daxil olanlardan biri idi. Yəni o məktəbi keçmişdi. Sonra elə oldu ki, Mahirə Qarabağ baxdı, Qurban Qurbanov baxdı və təklif gəldi ki, Mahir Qarabağa gəlsin və ondan sonra bütün nə əməklər başladı. Qurban Hocanın, Qurban Qurbanovun böyük zəhmətidir. Поехали? Да. Maşına həvəsin, hansı maşınları sürmüsən? Zaporojetsdə sürmüşəm. Min dəfə şükür deyirəm, hər bir maşın olub. Hər bir modeldən istifadə eləmisən. Hər bir modeldən istifadə bu markanı, bu ili nədir bu maşının? 11. 2011-ci ildir. Bu dizelli motordur. Dizel. Ha. Demişəm dizel olsa da motor neçədir bunun? 3 motor. Bunların arasında ən xoşladığın 100% var Lyubimçikumda, hansı ki bilsən ki, yəni ən xoşladığın hansı olub? Yəni Niva. Niva. Yəni bu boyda maşının arasında Niva. Ayın biri, yanvarın biri. Bakıda qar başlayıb yağmağa. Beynimə düşüb rayona getmək. Aksu deyə Kirizə Aksu getdim. Gəldim, gördüm ki, Perivalda bütün mənəm deyən maşınlar, ciplər dayanıb. Lexus'u da dayanıb, Land Cruiser'ı da dayanıb, Range Rover'ı da, bütün maşınlar dayanıb. Bir dənə xod Nivalar işləyirlər. İndi orada da o Perivalda xaltur eləyən Nivalar pulla o böyük bu Land Cruiser'ləri, Lexus'ları çıxar. Bu maşından heç kimi təəccübləndirə bilməz. Qutardı o dövr. İndi özünlə təəccübləndirməlisən cəmaatı. İşinlə təəccübləndirməlisən. Bir tərəfdə var ki, bu bahalı maşın, dəbdəbə, əsas da bu show biznes. Yəni fərq etməz də hər sahədə. Bəli, mən getsəydim bir yerə axırıncı S-klassla, buyurun, indi bütün o axırıncı S-klass hamıda var. Alverçidə də var, biznesmende də var. İstər-istəməz yenə o bahalı maşın sürmək, o status... O qanuna girib. O status deyil, o qanuna girib ki, mən niyə ev almalıyam, il üçün maşın Yəni bu düzgün deyil. Yəni ki, bu 10 il bundan qabaq da düzgün olmayıb, indi də düzgün. O sərəmdə yenə də var. Yenə də var, o da... 10 il bundan qabaq qazandığı pul indi yoxdur. Amma kredit hər zaman var. Yəni bunu... Sən ayda 25 dənə toy oxuyanda, indi hamı düşüb 25-dən 4 dənə toya. O baxmayın, Instagramda qoyurlar. Onlar bir toydan 10 dənə kostyum aparırlar, 10 dənə şəkil çəkdirirlər. Sonra da başlayırlar paylaşmağa, bir gün oradaydım, bir gün oradaydım. İnanmayın o şeyə. Qətiyyən. Yəni, onda elə çıxır ki, bugünkü günlər qabaq 10 dənə paltar aparmırdılar axı, belə formatla deyil. Çünki toylar bol idi. İndi daha çox başlayıblar işləməyə. Bol idi, narazı eləyirdilər, narazıydılar. Və az işləyirdilər. İndi isə azdır, daha çox işləyirlər. Çünki bu 10 dənə paltar, o, PR, Instagram, yəni ki... Daha da can çox qoyurlar, efirə çıxmağa, nə bilim, jurnallara çıxmağa, saytlarda intervyu verməyə, sənin efirə düşməyə. Çünki promotiondur bu. Marketingi yenə artırdılar. Bəli, istəyirlər artırmaq. O deyirlər, bozbaş. Bozbaş sözü yoxdur. Yaddan çıxardın o şeyləri. Var ucuz müğənni, var bahalı müğənni. Var səviyyəli müğənni, var səviyyəsiz müğənni. O qədər bozbaş dediniz ki, axırda bozbaşlar qazanırlar. Siz isə özünüzü mənəm nömrə 1-lər, 2-lər, 3-lər, 5-lər deyənlər acından ölürsünüz. Bu yaxınlarda Elaris Amerikanın, New York'un o bulvarını göstərmişdi. İndi ilk dəfə gedib də Elaris Amerika, biz tez olmuşuq. O başa düşəcək ki, yəni bizim bu... Xoşdur, hansı ölkələri gəzsin, hansı bir ölkələrdə olsun. Sən hansı ölkələrdə olmuşsan və bu ölkələrin arasında ən xoşuma gələn ölkə, bir də yenə istəyərdin o həmin ölkəyə qayıdasan.
nətərdir, gəzməkdir o tərəflər, amma ölmək yenə də bu tərəflər. Avropaya mən çox Nitsanı sevirəm. Nitsa çox xoşuma gəlir. Mən ləzzət alıram. Çernogoriya son vaxtlar demək olar ki, dəbləşib, amma mən Çernogoriya çox ləzzət edirəm. Montenegro çox xoşuma gəlir. Yəni ora adam mən belə böyük məmnuniyyətlə gedirəm ora istirahətə. Türkiyə elədir ki, adam öyrəşib, Ərəb Əmirliyidir, öyrəşib, Marokkadır, nə bilim, Siriyadır. İndi demək olar ki, Siriyaya gedən yoxdur, amma Siriyanın da gözəl vaxtları olurdu. Fəlistində olmuşam, yəni Beyrutun özündə olmuşam. Mən oralar çox gözəldir. O vaxtda yəni mamam şərqşünas olduğuna görə onun sahəsində gəzmişəm. Moskvanı çox sevirəm. Rusiyanı çox sevirəm. Yəni indi lap yaxşı olub. İndi heç Moskvada gecə saat 4-də, 5-də də gəzsən, heç gəlib sual vermirlər ki, qarasan, ağsan, nə millətisən. Demək olar ki, artıq birazdan biz New Yorkdan dala qalmayacaq. Bir 10 ilə buralar bilirsiniz, ən gözəl yerlər olacaq. Yəni, daha da gözəl olacaq. Bakını qoyub ora-bura getməyin məndən mənası var ki... Gəzmək, yenə də gəzmək yaxşıdır. Yəni, dünyanı tanımalısan, dünya mədəniyyətini bilməlisən, amma öz mədəniyyətivi, öz millətivi heç vaxt danmalı deyilsən. Harada olsan da, lap düşmənin də içində yenə də deməlisən ki, Azərbaycanı sevirəm, Azərbaycanlıyam və Azərbaycandan yaxşısı da yoxdur. Bu yaxınlarda vurduğu qol həqiqətən şedevr idi və başqa ölkələrdə də yayımlanıb. Millətlər Liqasında birinci yerdə gedir. Yəni ki, o 30 metrdən vurduğu qol idi. Yox, Və son oyunda ise bir kadar sensasyon nəticə Fara Dağlar öz meydanda Kosa ve onu bir-birə sabiləyici başa vurdu ama Zərbə və Fantastico! Fantastico! Mahir Mədato! Mahir Mədato! Təxminən 30 metr olardı. İnanılmaz bir zərbə və belə ayaq-üstə belə qol ancaq. Xaricdən spektarın olub. Bilirsiniz ki, bizim yəni işimiz türklərlə bağlıdır, Türkiyə ilə bağlıdır. Çox bizim müğənnilərimiz çalışır ki, Türkiyə show biznesinə qoşulma. Mən həmişə bundan uzaq olmuşam. Hər dəfə də bunu demişəm ki, yəni hər bir show biznes öz müğənnisini sevir və öz müğənnisini dəstəkləyin. Nə qədər də biz qardaş da olsaq, amma onların da öz qurumu var və onlar da istəmirlər ki, onların show biznesinə kimsə kənardan daxil olsun. Onların çox gözəl bir Selçuk TK orkestri var. Yəni o Selçuk TK orkestri çox tanınmış orkestr, Türkiyənin bir nömrəli orkestrasıdır. Yəni çox Bülent Ersoy ilə, o Popsar Alaturkada zətdə çıxış edən ansambl idi. Yəni bir nömrədir Türkiyənin. Onu mən ilk dəfə Azərbaycana gətirdim və heç kim inanmırdı ki, Selçuk TK orkestri gələ bilər. Çünki biraz o TK orkestrinin rəhbəri biraz erməniləri yönəmli bir insan idi də. Başa düşürsünüz, yəni Azərbaycanı belə də barmaq arası bağlı. Mən dedim ki, yəni bu orkestr onsuz da olsa gedəcək Azərbaycana və Azərbaycanı da görəcək və Azərbaycanda da biləcək ki, necə musiqilər var. Və onların özünə də dedim ki, çoxsuz siz bizim mahnıları çalırsınız və anonim yazırsınız. Bu hamısı bizim xalq və bəstəkar mahnılarımızdır. Dedim, bu qala Daşlı qalasından tutmuş, Eldar Mansurovun mahnısı, Bayatılar. Yəni onu çoxsuna, yeganə bizim bəstəkardır ki, Eldar Mansurov ki, Türkcelldən bunu udmuşdu. Yəni Türkiyədən də Türk bir ifaçı oxumuşdu və yazmışdı ora ki, anonim və Eldar Mansurov demişdi ki, necə anonim? Bunu mən yazmışdım. Yüreğimde ayaz var, ne kış gedib, ne yaz var. Yəni bu orkestri bura gətirdik və Elton Hüseynəliyevlə bu orkestrla belə bir konsert elədik. Çox maraqlı bir şey, simfonik orkestrla da maraqlı bir şeylə eləmişik. Sonra bizdə başladılar hamı kopya eləmək. Hamı getdi o orkestrla başladı, simfonik, Bakıdakı simfonik orkestrla oxumaq. Amma ilk dəfə belə bir şeyləri Eltonla eləmişdik. 5 il yarım Ədalətlə işlədim. Ədalətdən sonra Qala qrupası gəldi. Yeganə qrup idi ki, reklam olmadan toyları partladırdı. Çünki proyekt eləmişdim Röya ilə Niyə buna Cimröy. Onu ilk dəfə Qala ilə Röya oxumuşdu. Rus dilində ikisində də ilk mahnılar olmuşdu Rus dilində. Ədalət də o vaxt həqiqətən də dəstək olmuşdu. Qaladan sonra Natavan Həbibi, İzzət Bağırovdan sonra Elton Hüseynəliyev 6 il yarım o ilə işlədim və 4 ilə yaxın Samir Piriyevlə işlədim. Və Samir Piriyevdən sonra Yaşar Yusuf və Yaşar Yusuf mənim üçün biraz maraqlı bir kadr idi ki, yəni bu adamın reklamı da var, reklamı da yox idi. Amma özümə maraqlı idi ki, mən nəsə eləyə biləcəm. Əslində belə baxırdım, boy, buxun, hər şey yaxşı. Biraz linkəy də olsa, amma
iş gedir. Bu Max Vadeyevin bir oxuyanı var idi, Jenya Raskazova. Həm də yaxşı gözəl kitab yazmışdı. İlk dəfə cavan bir qız idi, Rusiyanın show biznesindən kitab yazmışdı. O Jenya Raskazovanı gətirmişdim Azərbaycana. Fabrika Zverz 4-ün bir iştirakçısı idi. Onu gətirmişdim İzzət Bağırov 7-17-nin qalibçisi olan, yəni o vaxtlar ən populyar ifaçılardan biri idi. O ilə bir belə proyekt eləmişdim ki, o proyekti ruslar qulaq asanda mahnı xoşlarına gəlmişdi. Rus çox maraqlıydı, bir Azərbaycan çox, bir Rus dilində oxuyur. Elə bir proyektlər çox eləmişdi. Bu tam sırf bu iş birbaşa Anar Mədədovla bağlı bir işdir, mənim prodüserim. Yəni onun fikirləridir ki, belə bir iş görək. Мы познакомились в Москве, меня с Анаром познакомил Кенан, которого я до этого хорошо знала. Он много раз снимал мои выступления, помогал мне в моем творчестве. Ребята произвели очень хорошее такое впечатление. Мы буквально 1-2 раза пообщались и решили вместе сотрудничать, вместе творить искусство. Bu xaricdən gələn o proyektlərdir məsələn. Bəli, yəni ilk dəfə bilirsiniz ki, o İsraildən gələn bu qruplar var idi. İlk dəfə mən onları bura gətirəndə dedim ki, siz qorxmayın, bizdə heç kim dava eləmir, heç kim güllə atmır. Gəlməyə qorxmur. Bəli, yəni çoxsu əksəriyyəti qaçırdılar burdan ki, yox, Azərbaycan, ay belə. Heç kim inanmırdı, amma bir neçə dəfə gəlib gedəndən sonra gördülər ki, bizdə həm mədəniyyət də var, həm gözəllik də var, heç bir şey yoxdur, heç güllə səsi də gəlmir, heç bir şey də olmur. Yəni Agutini, Varomu, Presnikova o vaxt biz rahat onu edə bilirdik. Axım da güclü idi və cəmaatın da konsertə biraz meyilli idilər. İndi yox, indi gedir verir, nə bilim 500 manat konsertə, belə oturur. Əl çalmaq vaxtıdır, əl çalmır, ürəyində deyir 500 manat pul vermişəm, gəl əl çalmalıyam. Toyların özündə əl çalmaq. Ya da gedirlərsə kiminsə məclisinə biraz çəkinirlərsə o adamdan başlayırlar əl çalmağa. Bütün külfətini də aparırlar, get sən də əl çəkib bilsinlər ki, filan kəs bugün bu konsertdə olub nəsli ilə. Yəni biraz bu belə düz deyil. Yəni biz hətta toy düyümündə söyləyəndə ki, əziz qonaqlar, cənablar, xanımlar, buyurun, qarşılayın, bəy gəlir, gəlin gəlir. Yəni fikir verirsən ki, kimsə kimlənsə söhbət edir. Yəni bu mədəniyyəti, bu əl çalmaq biz istəmirik. Bizdə var belə bir şey ki, niyə əl çalmaq? Amma var ki, gedirsən adi bir sadə toya, adi bir, nə bilim, hansı rayon, kəndin bir ucqar kənddə. Deyirsən, bəy gəlir, bütün millət durur, əl çalır. Əl çalır ki, bəy gəlir, həqiqətən də bal toya oxşuyur. Burada son vaxtlar fikir verin, bizim toy düğünlərimiz keçib artıq nəyə, konsertlərə. Gəlirlər qəşəngcənə, konsertlərə. Sonra da deyir ki, bəyənməyəndə də bir, toyun içinə falan müğənni şey elədi də. Nətər şey elədi, özün elədin də. Sənə deyən var, çağır 20 dənə müğənni. Bizim show biznes aləmində bilirsiniz ki, yəni var ki, insanlar bu narkotika meyillidirlər. Hərdən bir deyirlər ki, ay falan adam meyilli oldu, belə şeylərlə başladı, məşğul olma, yazıq olsun. Dedim, niyə yazıq olsun? Ağlı olar da eləməz idi. Gəlib deyəndə götür onu vur təpəsinə, deyən get arvadıva ver, get uşağıva ver də o işi. Sən bu işi mənə niyə xahiş edirsən, gəl eləyə ləzzəti olur. Get doğma qardaşıma ver də. Bir 2000-ci illərdə belə bir proyekt eləmişdim, Bağlı Qapı. Meyxana, Ədalət və Vüqar meyxana. Yadımda. Və bu proyekt partlamışdı. Yəni Bağlı Qapı, sonra oldu Açıq Qapı. Yetti sona eşkimizin həsrəti, açıldı eşkin qapısı. Bezdirib məni külək, üsladım yağan yağış. Mən bu qarla görüşdüm, sən də görüş güldən. Mən həmişə demişəm, mən bir iş görəndə müğənni ilə mən hazır məhsulu verirəm və məndən sonra gələn prodüser o məhsulu yeyir və müğənni də qazanır, halal xoşu. Amma mən Anar Mədətovam ki, öz möhrümü qoyuram və deyirəm, bax bu, məsəl üçün, bunu eləmişəm mən, düzdür, filan müğənni ilə və məndən sonra tutam, filan adam gəlib, güya tərifləyir, mən ortadan prosta deyirəm, uşaqlar, bir baxın və nəticə çıxardın ki, necə olur, mənim mahnılarımı indiyənə qədər oxuyurlar, mənim elədiyim proyekti indiyənə qədər eləyir, ya əcnəbi dilində oxutdurur ki, insan əcnəbi dili bilməyə və mənim qrafistlərimə, nə bilim, montajorlarıma, rejissorlarıma müraciət edirlər, yenə də mənə, sizin öz fantaziyavız olsun da. Mən ona həmişə deyirəm, var, indi təzə bir şey eşitmişəm ki, deyir ki, müğənnini yaxşı satmaq üçün nə etmək lazımdır? Müğənni klip çəkməlidir, bütün günü klip çəkməlidir ki, kliyentə sata bilək. Elə deyil. Müğənni
özü layiqli olmalıdır, dürüst olmalıdır ki, kişi olmalıdır. Kişidirsə kişi, qadındırsa qadın. Öz ailə problemlərini ortalığa çıxartmalı deyil ki, onun qıraqdan hörmət eləsinlər. O ailə problemlərini gətirib ortalığa qoyanda o özünü matişkə yerinə qoyur. Başa düşürsünüz? Yəni loru dilində. Səviyyə, niyə aləmin problemini kimsə bilməlidir? Ona görə mən həmişə deyirəm, müğənni ilə işləyəndə ailə problemlərinə qarışmaq lazımdır. O onun ailəsidir, o onun yoldaşıdır. Sabah o ilə barışanda sən yaxşı da olsan, genə də olasan pis. Ortada qalırsan. Ortada pis də olsan, genə də olasan pis. Ən rahatı işimi gördün qardaş, ailəsi də özü bilər. Mənim vaxtımda, mənim müğənnim olmalıdır yaxşı, mənim müğənnim olmalıdır, hamısından əl çatmaz. Əl çatmaz nəyə görə deyirəm ki, yəni xalqdan o mənada yox. Yəni bir balaca özünü saxlamalıdır markasında. Ac doğrusu bilməli deyirlər, bu acdır ya yox. İşi var, işi yox. Başa düşürsünüz? Yəni artıq elə bir dövrdür. Artıq o dövrdə elə gedirlər, iftar süfrəsi açırlar. Qoyurlar ki, bugün mənə Rüfət iftar süfrəsi verir. Baxın, görün stolda nə var. Sən oruç saxlayırsansa, sən onu öz əqidəvə görə eləyirsən də, Allahın qabağında göstərirsən ki, sən oruç saxlamışam. Mən bunu eləyirəm. Amma var insanlar ki, o iftar süfrəsində olan neymətlər var, ha, ona həsrətlə baxanlar var. İndi görürsünüz də krevetka, sushi, o gic-gic şeylər reklam eləyirlər, ha. Göstərir və görün nə tər eləyirlər, otururlar. Mənə bir gün plan şey, plasmas qabda, birinci onu göndərirsənsə bir servirovka ilə göndər, qəşəng olsun, bilsinlər ki, bu anar restoranı göndərib, falan neymətdir, bunu hə, gözəldir. Amma sən bunu göstərirsən, bunu göstərəndə də bəlkə, vallahi mən adamlar tanıyıram, heç suşinin dadını bilmirlər. Nə bilim, elə pul qazanırlar ki, zorla öz başçılarının belə də gəlib çatdıra bilirlər. Yəni bunu eləyəndə siz müğənni, siz ulduzsuz. Siz demək olar ki, ulduzsuz, xalqın üzüsüz. Dövlət başçısından sonra, dövlət qurumlarından sonra sən dövlətin sifəti səni təmsil edənin birisən. Sən bir özün fikirləş də, mən bir gün bunu içirəm, mənə göndəriblər pulsuz, sənin pulun yoxdur gedib bunu alasan. 5 manat porsiya yoxdur gedib bunu alasan. Buna axı bu Instagrama baxan var, o uşaq var ki, heç onun dadını bilmir. Ya da gedirlər, verirlər telefonu, gedirlər uşaq evlərinə, məni çək indi, mən danışan yerdə bunu göstər. Sən onu niyə çəkdirirsən? Sənin əgər vicdanın təmizdirsə, sən gedirsənsə bunu kimsəsiz uşaqların qabağında çıxış eləməyə, qoy ayrıları çəksinlər və desinlər ki, Allah anar mədətinin canını sağ eləsin ki, gəldi bura. Niyə özün özünü reklam eləyirsən? Onu ilə sən nə olacaq? Deyəcək ki, sən belə, düz deyil. Al, apar, ver, amma bildirmə. Qoy kənardan desinlər. Bir balaca bizim o Tağıyevin o hərəkətlərin oxusunlar da istoriyadan ki, Alman restoranına oturub pis baxıblar xətrinə, deyiblər ki, sənin yerin deyil bura. O fransız da Alman restoranı. Çönüb deyiblər ki, siz deyəsən burada düz gəlməmişsiniz də, Nipanaznaçenyo. Sonra reski biliblər ki, bu Tağıyevdir. Deyib, burada falan il, 100 il, məsəl üçün məndən sonra nə Azərbaycanlı bura gəlsə, pulsuz oturacaq, yeyib içəcək. Yaxınlarda tamam oldu onun. Bəli. 100 illiyi, heç kəs də... Palmari dəyəsən aldı onu. Aldı. Elə deyirlər, Mübariz Məsimov. Kim Azərbaycanlı davam eləmək. Yəni, fakt bunu eləyib, amma götürüb bunu, bir gün mən bura getdim, uşağı da, mən bunu elədim. Elə də, amma sən elə, qoy səndən onlar danışsınlar. Amma sən götürüb onu nəyə göstərirsən? İndi onun o barədə danışanda da ki, niyə göstərirsən, onlar cavabı biraz baxanda elə məntiqlə də fikirləşib deyirlər. Məsələn, indi sizin yanaşma odur ki, bunu eləyirsənsə qıraqdan kimsələsin, sən əməlivi qıraqdakı qiymətləndirsin. Özü çəkib qoyma qinəm. O da düz bir yanaşmadır. Onların fikirləri isə odur ki, mən çəkinəm ki, mən eləyirəm, başqaları baxsınlar, onlar da eləsinlər. Yəni ki, doğrusu yaxşı hərəkət kimi. İnsanlar var ki, Azərbaycandan kənarda olurlar, hətta Azərbaycanda yaşayırlar. Elə qəşəngcənə gedib eləyirlər, heç nəyə də çəkib də göstərmirlər. Valla mən sizə bir dənə söz deyim, sən elə, Allah verəcək. Sən onu göstərməklə, onsuz da bu cəmaat var ha, artıq hər bir şey, dedikodudan mən bayaq da dedim, dedikodudan, qalmaqaldan, ailə problemlərindən bezib və hər dəfə onu göstərən, valla bilir, Anar Mədətov kimdir, kimin atasıdır, kimin oğludur, kim nədir, nəçidir, hansı kökdəndir, hansı rayondandır, Naxçıvanın hansı rayonu, hər bir şeyini bilir. Başa düşürsünüz? Yəni, yalandan onu eləməklə mən indi özümü deyim ki, mən Polad Ələmdar olacam, qeyri-mümkündür. Olmayacam.
Bu aləmdə mən ona görə də, əgər sən show biznesə gəlməlisən, mən gəlmişəm Azərbaycana, məsəl üçün show biznesə Anar Mədətov kimi, prodüser kimi, mən öz biznesimi qazanıram. İşimi eləyir, şoumu göstərir müğənnim, biznesi qazanır Anar Mədətov. Qazanır və təbii ki, müğənninin cibinə gətirir. Və heç bir müğənni indiyənə qədər deyə bilməz ki, Anar Mədətov onlardan nəsə bir, nə bilim, olur da 100-200 manat əkişdirib, ya da atıb, ya da aldadıb. Çünki mən ömür billah maaşı işləməmişim. O ki, yanlarına gətirirlər, bir-iki dənə prodüserlər qoyurlar, maaş verirlər. Sonra görə, mənim pulum oğranda, ay belə olur və bilmirdiniz ki, elə belə gətirəndə. Mən buradan tövsiyə edirəm onlara, əzizlərim mənim. Zəhmət olunsa, sizdən çox xahiş edirəm. Əgər show biznesə gəlmək istəyirsinizsə, ünvanınızı düz seçin. Gedib onu bunu aldanmayın və sonra çıxmayın efirlərdə gic-gic şeylər danışmayın. Vallahi bezib bu cəmaat. Bu yaxınlarda bir əhvalat danışmaq istəyirəm. Bir görürəm, bir paylaşım var. Görürəm, yazır belə, ürəkdən yazır, Mahirin nətər pisləyir. Dözmədim, yazdım ona ki, axı sən onu niyə elə yazırsan? Belə vurmadı, elə vurmadı. Dedim, birincisi bu təhqirlər, bunun sonu var. Sən bunu yazırsan, altdan fikir vermirsən, kim nə yazacaq? Yəni, burada təhqir olmaz. İnsan əgər tanınmış simadırsa, adi bir insandırsa, Azərbaycan Respublikasının vətəndaşıdırsa, Azərbaycan pasportu var. Qanunda artıq təhqir eləyən adamı cinayət məcəlləsinə cəlb olunacaq. Dedim, bunu sil, paylaş. Biz hirslənirik, oyunda belə olmur, belə olmur, belə olmur. Bu belə olmasa, getsə, qalsa, dedim, qardaşım, sən bir Mahinin tarixin bax, futbol tarixçəsinə bax. Oğlan mənə götürdü, yazdı ki, Mahir nə? Böyük futbolçu zatdır, tarixçi olsun, onun tarixinə baxaq. Çöndüm, gördüm ki, yəni bu bir savaddır, bu saytın böyüyüdür. Dedim ki, vallah, hər bir insanın küçədə gedən süpürgəçindən tutmuş, nazirindən, millət vəkilindən də tutmuş və Sarə İlahi, Anar Mədətovdan, Rüfətdən, operatorumuz Anardan, hamının bir tarixçəsi var. Gəliş tarixçəsi və gedən tarixçəsi, buradan, bu fəaliyyətdən gedən tarixçəsi də var. Dedim, sən ona bir nəzər sal və soram denən ki, Mahir, pisdir, yaxşıdır. Bu oğlan bilmədi nə desin, sustu və heç nə cavab vermədi. Bütün oradakı da yazıları sildi. Belə baxdım ki, yəni, siz bilirsiniz, siz Azərbaycan övladlarını təhqir edirsiniz də. Siz Azərbaycanlıları təhqir edirsiniz. Mıxtəryan, ermənilər artıq onu futbolun Arsenaldakı oynayan Mıxtəryanı eləyirlər futbol peyğəmbəri, əstağfurullah. Armenski Pele. Da. Sən bunu eləyirsən, onlar onu paylaşırlar, bütün günü də tərifləyirlər. Sən niyə öz futbolistləri belə pis günə qoyursan? Niyə onları motivasiyasından çıxardırsan? Niyə onları vadar eləyirsən ki, onlar sizə pis olsunlar? O bizim komanda, yeni komandadır, 51-ci ildə yaranan komandadır, düzdürmü? Sən istəyirsən dünyada futbolu yaradan insanın, yəni dünyada futbolu yaradan dövləti bu komanda uçsun. Udacaq da, hər bir şeyin öz vaxtı var da. Yaxşılığa doğru gedirik də biz. Görün, nətər bizim dövlətimiz gözəlləşir, dünya özünü tanıtdırır, oyunlarla, dünya çempionatlarla, formula ilə, İslam oyunları ilə, Eurovisionla Azərbaycanı tanıtdırır ki, Azərbaycan var. Gör, nə boyda biz sənlə bulvarda gəzəndə turist gördük. Yəni, Azərbaycana gəliş düzəlir də, yəni Azərbaycan deyəndə fikirləşmirlər haradır. Deyirlər, hə, bilirik. Bəs sən niyə bizim idmançılar? Fərq eləmir, futbolçu, karateçi olsun, judoçu olsun, taekvondoçu olsun, atlet olsun, güləşçi olsun. Niyə sən bunları pisləyirsən axı? Olur da bu idmandır. Bu futbolu tək Mahir Mədətov oynamır axı. Polyada 11 nəfər adam var. Sən nətər olursan, əcnəbini dəstəkləyirsən, burada yaşayan adamı dəstəkləmək istəmirsən. Əcnəbi bir gün burada oynayır, sabah gedəcək ayrı komandaya, orada oynayacaq. Burada o pulunu alacaq, sabah gedəcək ayrı komandaya, yenə də pulunu. Amma səninki burada motivasiyadan pozulur və problemlər başlayır yaşamağa ki, niyə məndən onu yazdılar, belə elədilər. Ona görə psixoloji duruma pis təsir edir. Təbii ki. Bir fikir verdiniz bir ara, bu mahnıya görə qalmaqal başladı, yazdılar, pozdular, nə bilim müğənnini pis elədilər, Nəsimini qatdılar, onu elədilər, eləyib afət, düzdür? Gündəmdə olan Hind mahnının üstündə.
kino, nəsmi, klassikada, ədəbiyyatdır. Həqiqətən düzdür. Amma fikir verin, biz nə qədər onu yoltaladıq ha, pisdir. Bu nədir sən bunu eləmirsən, bu nədir sən bunu eləmirsən, niyə sən bunu afət oxumusan, nəyə görə ayıbdır. Afət genə də öz pulun qazandı, 1'ə 5 qazandı, bəlkə 1'ə 15. Çünki hamı başladı yazmağa, pisdir, elədir, 1'ə 15 qazandı. Düzdür? Heç kim heç nə deməsəydi, bəlkə ortalıqda heç bu hitlə də çevirir. Mən uşaqlar tanıyıram ki, hardan mən DVD alıram, mən internetdən kinoya baxmıram. Neçə bizim cavan maladoy uşaqlar gəlib deyiblər ki, bizdə nə filmidir, baxaq görək. Yəni o cahana sığmaram. O şey orada çox gözəl sözləri var. Məndə sığar ki cahan, mən bu cahana sığmazam. Gövhər ilə məkan mənəm, kövn məkana sığmazam. Mən açardım Gündəm radiosu. Gündəmdə olan müğənnilər var ha. Onları fırladardım ki, cəmaat bilsin nə yaxşıdır, nə pis. Diqqət yetirərdim ki, var ki, Azərbaycan sözünə əgər deyə bilməyən müğənnini mən onu heç efirə də buraxmasıydım. Radio FM dalğasında səsləndirməsi. Birincisi öyrədərdim ki, get o Azərbaycan sözünü öyrən deməyə. Düzgün. Mahnıda oxuyur. Azərbaycanım mənim, o olmur da. Azərbaycanım yoxdur elə söz. Azərbaycanım sözüm var. Onu elməyəni təbii ki, heç yaxın da buraxmazdım efirə. Siz ləhcələrə həmişə kritik fikrim olub ki, aparıcıdırsa, əgər gözəl aparıcısı, qoy ləhcəsini dəyişsin, sırf Azərbaycan dilində danışsın. Amma heç hansısa bir bölgəni reklam eləməsin öz verilişlərində və sırf o bölgələrin müğənnilərini çağırmasın. Bura Azərbaycandır və aparıcı Azərbaycanlılar üçün deməlidir və ləhcə ilə danışmalı deyil. Gimni deyir, biri qısaldaq, belə eləyək, ondan heç nə demirlər. Başa düşürsünüz? Hansısa bizim qəhrəmanımız nəsə eləyir, ondan yazmırlar. Düzdür? Kimsə canın verir, şəhid olur. Onu qlobal bir məsələ eləmirlər. 1 yaşından tutmuş 100 yaşına qədər tanıtdırmırlar ki, bu qəhrəmanların tanıtdırsın. Yaddan çıxır gedir. Amma bağışla mənə hansısa manız sözün işlədirlər bunlar. Manız civi. Bunlar başa düşmürlər ki, erməni muzikant dilidir bu. Manız kişidir, civi qızdır. Müğənni tumanı nipanyatlı rəngdə geyinirsə, onu gecə-gündüz yazırlar ki, bunun tumanı belə oldu. Sən qəhrəmanından yaz da. Bizdə indi moddur. Söz qardaş, show biznesdə. Mən həmişə demişəm, qardaş, işdə qardaş olmur. Müğənni ilə də çalışan insana demişəm, sən mənimlə qardaş ola bilmərsən. Qanımız ayrıdır. Dost ola bilərik. Sən qardaşsan, mən neçəyə gedir müğənnin? Deyirsən, tutam 7 manata, qardaş, 4000 pulum var. Qardaş qardaşı kömək edir. Qardaş qardaşı baltalamır. İndi mən deyirəm, internetdə olan veriliş, internetdə olan müğənni populyar müğənnidən çox populyardır. Yəni YouTube'da? YouTube'da. Instagram'da, YouTube'da. Bəli, var insanlar ki, bizim indi show biznesdə YouTube'dan gəlib populyar olurlar. Üzeyri indi demək olar ki, Türkiyədə də İstanbulun düz ortasında da qulaq asırlar, Qazaxstanda da qulaq asırlar, Dərbənddə də qulaq asırlar, Özbəkistanda. İnsan internetdən populyar oldu. Bir ara onu qara PR elədilər, nə olsun, oxuyur da. Üstəlik yazıq bir dəfə Badir oldu, bir dəfə Muğam oxudu Üzeyir. Hamı şoka düşmüşdü ki, Üzeyir oxuyur. Dedi ki, yəni əl çəkin də məndən, mən bu musiqini də bilirəm. Amma fakt bu musiqi ilə də tutmuşam. Şəbnəm Tovuzlunu pisləyirlər. Şəbnəm Tovuzlu deyir ki, mən bir dənə belə də mahnı oxumuşam, o da tutubdu, neynəsin? Onun da balası var. Hamı özü üçün bir şey eləyir də. Hamı çıxıb Astavanın solisti ola bilməz axı. O bir-iki dənə biraz stilizovanı var, bunlar elə bilirlər elita общество sayılırlar da. Bu yəni elitarını oxuyanlardır. Elitarını oxuyan olmur. İnsanın genində elitarnist olmalıydı. Amma bizdə vardı bu pafos. Mən belə, nə mən belə. Bu 9 milyon, artıq 10 milyon əhali bilir, hər bir müğənni kimdir və kim nəyə xidmət edir və kim kişidir, kim qadındır və kim üçüncüsü bilinmir də. O Malayziyada o kral deyib, üçüncü pola icazə verirəm. Onu da bilirlər. Camal artıq bu dedikodudan bezib. Bir də həmişə demişəm, bu dövlətdə, Azərbaycan dövlətində yaxşı müğənni olmaq istəyirsənsə, başını aşağı sal, mahnını oxu, dedikoduluq eləmə, qabadayılıq da eləmə. Əgər sənin əlində mikrofon var, sən ömür billah qabadayı olmayasan. Sən elə mikrofonla ömür billah da oxuyassan.
ayrı cürdə olmayasan da, palajenist də olmayasan. Ya hörmətçil mikrofondan oxuyan olasan, ya hörmətsiz. Təklifləri var Mahirin, bildiyimə görə xarici. Var, amma valla mən desəm indi deyəcəklər atası dedi. Mən həmişə deyirəm ki, qoy olsun soram deyək. Ancaq xaricdən... Amma da Afisani Qretsiyaya göndərmişdi, bir neçə dənə komanda Afisani göndərib. Amma yenə də mən deyə bilmərəm ki, bəli, gedir. O Qurban Qurbanovu var. Çünki bir dənə Qretsiyada var, Türkiyədə var. Yazıldı, Türkiyənin də bir neçə dənə komandası var. Onu da ofisial saytları yazdı Qarabağın. Çünki mənə də müraciət edəndə dedim, valla mənə müraciət eləməyin. Mənim vallah dedim xəbərim yoxdur. Bildiyimə görə də öndə gedən komandalardır. Bəli. Nəyə gətirib çıxardırıq ki, bugünkü günləri futbolist kimi var ki, xaricdən gələn təklifləri var. Yəni, futbolist kimi potensial olmasaydı, yəni bunun oyun qabiliyyəti olmasaydı, müşleniyası olmasaydı gəlməzdi. Yəni bununla da bu sübut olunur ki, kim yazır, kim neyindir. Nə qədər yazırsan yaz, sonra haqq ədalət... Yaxşı bir söz var, deyir, ütürər karvan keçər. Yəni bugünkü günləri Mahirə də uğurlar arzu edirik. İnşallah səsi dünyanın ən böyük komandalarından gəlsin. Sizə də Allah can sağlığı versin. Çox sağ olun ki, gəldiniz, bizim verilişdə iştirak elədiniz. Həqiqətən çox, mən həmişə qeyd eləmişəm, bizim bloqumuzun hələ birinci verilişlərindən gedəndə demişəm ki, bizim bloqumuz səmimi keçir və nə fikrimiz varsa, sualımız varsa veririk və inanın ki, burada başqa bir podstanovka yoxdur. Yəni ki, nə varsa onu deyirik və istədiyimizi də alırıq. Təzə restoranımıza da xoş gəlmişsiniz. Çardaq restoranıdır. Yayda burada qoyucuq, qəlyan, çay, belə şeylər, futbolu seyr eləcəklər. İnşallah, yəni ki, çox sağ olun. Sağ olun, var olun, sağ ol.